Akşamınız xeyir olsun. Salamlar. Maliye Hanım'ı gözləyirik. Göndərin Maliye Hanım, mən də sizə göndərmişəm. Necəsiniz? Salam, xoş gördük. Xoş gördük daha. Ümid edirəm, yaxşısınız. Biz, yəni hardasa bir 5 gündür ki, bu günü paylaşmışdıq post olaraqdan. Bu günlərim axşam üçün bir müzakirəmiz olacaq. Valideynlik tərzi və uşaq inkişafı, hansı ki, valideynlik tərzi, uşaq inkişafı təsir haqqında danışacağıq. Mən birinci özümü təqdim eləmək istəyirəm. Düzdür, biz bir neçə dəfə canlı yayın açaraqdan özümüzü təqdim eləmişik. Bəlkə də yeni iştirakçılar olar və buna görə də istəyərdik ki, bir tanıtım olsun. Mən Aynur Hüseynli, uşaq inkişaf mütəxəssisi, psixoterapevt olaraq fəaliyyət göstərirəm və 3 ildir Azərbaycanda fəaliyyət göstərirəm. Zaman tez keçir və 3 ilə qədər mənim ikinci təhsilim və bu istiqamətdə fəaliyyətim Kanadada olmuşdur. Yəni, burada Azərbaycana döndüyüm bir müddətdə tanış olduğum simalardan və eyni istiqamətdə hansı ki, eyni fikirli, eyni düşüncəli, necə deyim, olan şəxslərdən biri də, mütəxəssislərdən biri də Nailə xanımla tanış olmuşdum. Tanışlığımız sadəcə məncə bir ilə çəkir. Bir ildir ki, biz bu istiqamətdə həm müzakirə olsa, həm panel müzakirələri və yaxud da ki, seminarlar olsa ki, iştirak etmişik və həqiqətən də məmnunluq hissimi bildirmək istəyərdim və təşəkkür edirəm ki, yəni böyle bir istəyimi qəbul elədiniz. Zəhmət olmasa Nailə xanım, siz də özünüzü təqdim edərdiniz. Təşəkkür edirik Yılmaz xanım. O da ürək göndərib bizə. Zəhmət olmasa özünüzü təqdim edərdiniz Nailə xanım. Aynur xanım, xoş sözlərə görə təşəkkür edirəm. Bu tanışlığın bu formada olması və istiqamətimizin eyni olması mənim üçün də çox xoşdur. Bir ildən çoxdur bu arada. Biz 2022-də tanış olmuşuq, 2022-nin qışında. Sahəm uşaq inkişaf sahəsidir, amma bu çox genişdir. Mənim istiqamətim sırf inklüziv təhsilə cəlb olunan uşaqların təhsil və sosial adaptasiyasıdır. Təhsildəki problemlərdir, tədrisə və sonra da onların peşə yönümlü inkişafıdır. Sadəcə peşəyə hazırlıq nəzərdə tutulur. Amma kollektiv bacarıqları, komanda bacarıqları, emosional zəka, sosial zəka və s. içində gedir. Peşəyə hazırlığın içində gedir. Bu qədər. Təşəkkür edirəm. Ümumiyyətlə, biz bu günlər valideynlik tərzi haqqında danışacağıq. Bizim vaxt məhdudiyyətimiz olduğu üçün istəyərdim birbaşa mövzuya keçəyim. Təbii ki, bizim bu çalışacağıq ki, maksimal dərəcədə bugünkü müzakirəmizi səhifələrimizdə paylaşım edəyim. Zaten bizim hər ikimizin də səhifəsində bu istiqamətdə geniş bir məlumat paylaşırıq. Ümumiyyətlə, valideynlik tərzi qeyd edəndə və o qədər ciddi bir durumdur ki, valideynlik tərzi uşağın inkişafına birbaşa təsir edir. Təsəvvür edin ki, yanlış bir yol seçimi deyil, yanlış bir balans deyilmi,
Və bu uşağın şəxsiyyətinin pozulmasına, gələcəkdə psixoloji, psixiatrik problemlərin yaranmasına, akademik bacarıqlarına, peşə fəaliyyətinə birbaşa təsir göstərir. Və hətta bizim konsultasiyalarımızda da bu valideynlik tərzindən müəyyən, demək olar ki, 90% valideynlik tərzinin yanlış seçilməsindən yaranan problemlərlə üzləşirik bu son dönəmlərdə. İstəyərdim ki, yəni bu mövzunu qoyulmaq məqsədi belədir. Gedişat haqqında bir məlumat vermək istərdim ki, biz burada həm tipik, eyni zamanda atipik yəni inkişafa malik olan uşaqlar və ailələrinə də yer verəcəyik, yol verəcəyik. Ümumiyyətlə, valideynlik tərzi deyəndə biz iki istiqamətdən baxacağıq. Valideynlərin uşaqlara göstərdiyi qayğı, sevgi, eyni zamanda valideynlərin bu bir istiqamət və ikinci istiqamət isə valideynlərin uşaqların üzərinə qoyduğu nəzarət və tələblər istiqamətinə valideynlik tərzi formalaşır. Ümumiyyətlə, valideynlik tərzinin sayı da çoxdur. Ancaq ümumi olaraq 4 tərzindən biz müzakirə aparacağıq. Birincisi, biz danışacağıq avtoritar valideynlik tərzindən. Hansı ki, bu 90-cı illərə qədər və günümüzə qədər gəlib çıxan bir valideynlik tərzidir. Amma 90-cı illərdə demək olar ki, daha çox, yəni ondan əvvəldə bu istiqamətdə daha çox, demək ki, daha çox rast gəlirdir. Bu nə deməkdir? Danışan valideyn, susan, dinləyən, qulaq asan, başı aşağı uşaq. Yəni bir tərəf danışır, bu da ki, valideynin özüdür. Burada təbii ki, hər bir valideyn uşaqlarına sevgisini göstərir təbii ki. Ancaq burada valideynin bir qorxusu var. Qorxusunun və yaxud da ki, müəyyən bir hədəfi var. Belə daha çox qeyd edin. Uşaqlar doğru bir yol seçim etmək istəyir və o uşaqlı olan seçimi valideyn öz tərəfindən verir və bu hər hansı bir qarşılıqlı bir mübahisənin, müzakirələrin səbəbilə doğulmur. Və adətən də avtoritar valideynlik tərzində belə bir bədən dili də var. Yəni bu istiqamətdə barmağı getsələ hədələyici və yaxud da ki, istiqamət verici bir bədən dilindən də burada söhbət gedir. Ancaq burada nə formalaşır? İtaətkar bir uşaqdan söhbət gedir. Təsəvvür edin ki, təbii ki, hər hansı bir valideyni belə bir şey deyil ki, bunu məktəbini oxuyasan, universitetini qazanasan, akademiyadan nəsə bir sertifikatını alasan ki, bəli, mən valideyn olmağa hazıram. Bu içgüdüsəl bir şeydir. Yəni belə bir valideyn olmaq hazıram sözü belə nisbi anlayışdır. Çünki insan valideyn olduqdan sonra əslində valideynliyin nə olduğunu əslində bilir. Ancaq məsuliyyət başqa bir məsələdir. Adətən də avtoritar tipli valideynlik tərzinə malik olan ailələrin çoxu adətən bu istiqamətdə böyümüş, yetişmiş, yəni uşaqlığına itaətkar olmuş, keçirilmiş şəxslər tərəfindən həyata keçirilir. Yəni bunu belə qeyd edir və deyə bilərək ki, çoxumuzun da elə büyüdüyü ailə mühiti də elə bu istiqamət olub, avtoritar valideynlik tərzindən qurulmuş bir ailə istiqamət olub və təsəvvür edin ki, avtoritar valideynlik tərzindən qarşısında olmuş bir uşağın profili nədir? Emosional ehtiyac ödənilmir. Demək ki, burada empatiya qurulsun uşaqla, və ya da duygusal və ya da ki, duygusal da eyni zamanda ehtiyaclar demək olar ki, ödənilmir. Bu uşaqların sadəcə qorxu, narahatlıq, itaətkar, özünə qapanan, çəkingən, utancaq. Adətən bəzən valideynlər də fəxr edirlər ki, məsələn, uşaq utancaqdır, utanandır. Bəli, utanmaq bu qədər də yəni hər özü müdafiənin zəiflədən bir prosesdir əslində utanmaqlıq. Bəzən lazım yerdə özünü müdafiə edə bilmir əslində. Bunun patologiyalarını biz keçəcək, danışacağıq hal-hazırda Nailə xanımla. Sadəcə ümumi olaraq bir məlumat vermək istəyərdim ki, belə bir uşaq profili yaranarkən hansı ki, öz güvənini də, öz bacarıqlarını formalaşdırma, özünə güvənmək, özünü ifadə etməkdə, necə deyim, çətinlik çəkən, çünki ona yer verilmir, zaman verilmir özünü ifadə edə bilməsi üçün. Hətta qeyd olunur ki, bəzən onların qısa bir çıxışlar və zamanları olur ki, özlərini ifadə edə bilmək üçün danışmağa icazə verilmir və bəzən bu uşaqlar gələcəkdə kəkələmə ilə də nəticələnən bilən bir patologiyalar da yaşanır və yaxud da ki, həddindən artıq
demək ki, sürətli danışıq da qeyd edə bilərik biz bura. Çünki zamanla belə bir vərdiş əslində özünə formalaşdırır. Belə bir uşaq profili cızır ki, hansı ki, bu uşağın gələcəkdə də sosial adaptasiyasına qeyd edeyim, uşağın sosiallaşmasına, peşə fəaliyyətinə, peşə fəaliyyətinin seçiminə də. Çünki adətən avtoritar tipli ailədə böyümüş bir uşağın belə peşə seçimi adətən özü tərəfindən olmur və demək ki, əmrlər yuxarıdan verilir. Və yaxud da ki, uşağın üzərinə qoyulmuş tələblərdən də söhbət gedə bilər ki, heç də bu tələblər uşağa görə aydınlaşdırılmış və müəyyənləşdirilmiş bir tələblər də olmur və belə bir profil cızır. Bu, ümumiyyətlə, təsəvvür edin ki, bu normal, yəni uşaq inkişaf göstərən uşaqlarda, yəni hər hansı bir diaqnoz daşımayan bir uşaqlarda belə müəyyən bir yəni psixoloji problemlərlə üzləşə bilər ki, hansı ki, özgüvəninin əksikliyi ola bilər, təşviş pozuntusu şəklində özünü göstərə bilər və yaxud da ki, sosiallaşma ilə bağlı müəyyən bir problemlər şəklində özünü göstərə bilər və s. Gəlin, indi biz bunun Nailə xanımdan soruşmaq istəyirdim ki, belə bir profildir, xüsusi, yəni ailə deyəm, xüsusi ailədə özünü necə göstərə bilər, nə fəsadlar ola bilər? Sizin bayaqdan verdiyiniz profillər həmin ailəyə heç pozmadan, artıq siz mənzərə həmin ailəyə, bizdə bir uşaqlı ailələr olmur. Əlhəmdülillah biz avtoritar valideyndən danışırıqsa, bu hardasa bizdən əvvəlki nəslə təsadüf eləyir. Xüsusi uşaq qoyaq. Dünya üzərindən getsəydik, bəlkə də fərqli profillər bizim qarşımıza çıxardı. Fərqli profillər sadalamağına dəyərdi. Amma 98% rastlaşdığımız bir profil, uşaqlığı 90'lara təsadüf eləyən uşaqların Soveti görmüş insanlardır. Sovetin dövründə də fərqli uşaqlara, xüsusi qayğıya ehtiyacı olan uşaqlara xüsusi bir təcrid siyasəti var idi və o təcrid siyasətinin nəticəsində Səhvlərimizdə Nailə xanımın internetində bir problem yaşandı. Bir məsələ var ki, uşaqlara, yəni normal inkişaf göstərən uşaqlara sizin bayaqdan sadaladığınız həmin o baskı üstə gəl, onun heç bir arzusu, emosional ehtiyacından xüsusi qardaşı və ya bacısı ona yüklənirdi. Zaten o andadır. Şərtlər budur. Qaçılmazdır. Üstəlik də onun bir valideyn olaraq onun anadan, atadan almalı olduqlarını almır və üstəlik də yedək valideynlik ona yüklənilir. Sizin sadaladıqlarınızın üzərində bir də bunu gəlsək, mənə elə gəlir ki, mənzərəni təsvir eləmək çox da çətindir. Qalan 2% rastlaşmadığı üçün, mənə rastlaşmayıb. Yəni, rastlaşmadığı üçün çox danışırıq. Amma Azərbaycanda profili budur. Avtoritar valideynlərin xüsusi övladı olanlar üçün. Yəni, ailədə və mənə elə gəlir ki, keçək növbəti az. Demək ki, həqiqət edə bilərik. Çünki bunun fəsadları çox görüldü və bunun fəsadları görüldükdən sonra bəzən belə bir mənzərə də var ki, çox eşidirik. Gənclərimiz bu şəkildə əsasən də xanımlarımız, anam kimi anam olmayacağım və yaxud da ki, bəylər dediyi atam kimi atam olmayacağım, amma tam da gəlib analar kimi ana və ya atamlar kimi də ata olurlar. Çünki burada başqa bir, necə deyim, çünki bu öyrənilmiş bir fərqləndəlik var əslində valideynləri tərəfindən və bu istiqamətdə də eyni valideynlik tərzində də demək ki, tətbiq edirlər. Və hal-hazırda düzdür, indi biz ikinci bir profilimiz var ki, icazə verən azad və yaxud da ki, permisiv bir valideynlik tərzindən söhbət gedir. Permisiv valideynlik tərzi nədir? Bu valideynlər bir qorxu içərisindədir. Uşaqlarına doğru bir sərhədlərin qoyulması, limitlərin qoyulması istiqamətində. Çünki belə bir qorxuları var ki, onun nəsə bir sərhəd qoyaramsa, sevgi, mənə olan sevgisi azalar və s. Adətən də qeyd edim ki, avtoritar
əksər permissiv ailə tipinə malik olan yəni valideynlər avtoritar valideynlik tərzini çıxmış uşaqlara demək ki, bunu tətbiq edirlər. Çünki tam əksini, avtoritar tam əksidir. Burada danışan profil uşaqdır, yəni tələb qoyan göstərən uşaqdır və dinləyən tərəfdə valideynlərin özüdür. Yəni adətən belə biz demək ki, uşaqlarda kral, sadəcə kral deyil. Bu Mən görmədim uşağım görsün deyən. Yəni onların ən böyük şüarı budur, o valideynlərin. Sizin indi Bəli, tam yəni düşüncə tərzinə görə sağlam şəkildə formalaşdırırlar və qeyd edirlər ki, uşaqlar azad ruhludur və azadlığı da limitlənməməlidir bu istiqamətdə. Amma gəlin bunun fəsadı da var. Çünki o qədər azad böyümüş bu belə bir mənzərədə yetişən uşaqlar gələcəkdə azadlığının hansı istiqamətdə istifadə edəcəyini bilmirlər və mühitə də adaptasiya ola bilmirlər. Çünki, ailədə kraldır, istədiyini edirlər və onlara hər hansı bir yol, eləmə, deyişdir və yaxud da hər hansı bir limit də qoyulmur. Uşaq nəyi, nə qədər və necə edəcəyi haqqında məlumat deyil, amma sabah bağça mühitində və yaxud da ki, məktəb mühitinə birbaşa adaptasiya ola bilmir. Çünki cəmiyyətin özünün qaydaları var, qanunları var və bunu mənimsəməkdə ciddi şəkildə demək ki, problemlər yaşanır. Və belə bu uşaqlarımız necə olur profili? Əsasən yaradıcı və kreativ olurlar. Və bu qulağa çox xoş səslənsə də, amma təşvişli bir uşaqlıq, təşvişli bir şəxsiyyət cizirlər. Çünki təhlükədədirlər. Məsələn, cəmiyyətin onların qəbul etməyəcəyini də düşünə bilirlər. Çünki onlar da görürlər ki, qəbul olunmur. Məsələn, uşaqlar arasında məktəbdə olsun və s. Və bunun qəbul olunmamaq insanın sevmədiyi, yəni istəmədiyi, asanlıqla razılaşa bilmədiyi bir necə deyim, vəziyyətdir. Bu onların profilini daha da kəskin edə bilir və eyni zamanda azadlığına hansı istiqamətdə istifadə edə bilməyən bir necə deyim, vəziyyət yaşanır. Yəni belə bir profildə olan uşaqlar. Heç də bu qulağa da xoş səslənmir əslində. Və bizim qeyd edə bilərik ki, spesifik, yəni xüsusi ailələrdə də bu şəkildə məsələlər də rastlaşa bilər. Səyəlim Ailə xanım burada bir əlavəsini eləsin. Burada normal inkişaf göstəriciləri olan uşağa bu azadlıq da valideyn onsuz da orada bir özünü günahlandırma var ki, mən yaşadığımı uşağım yaşamasın, mən görməmişəm. Və limitsiz bir uşaqlıq var, qətiyyətli bir böyük görmür uşaq həyatında və sizin təsvir elədiyiniz profildə ən azından biraz da olsa valideynin uzaqdan da olsa gözü üzərindədir ki, mən bunu uşaqlıqda yaşayır, doğru ən azından da olsa beynindən bir fikir keçirməyə də olsa vaxtı olur. Amma təsəvvür eləyin ki, indi bu mənzərəyə xüsusi uşaq gətirək qoyaq. Burada o azadlıq limiti olmayan, o azadlıq verdiyi uşağa heç uzaqdan baxmağa da vaxtı olmur. Uzaqdan nəzarət olmur. Çünki birincisi planda o yoxdur, qrafikdə o yoxdur. Onu limitsiz olması normal gəlir. İkinci tərəfdən də xüsusi uşağa tamamilə başı qarışdığı üçün, ümumiyyətlə sizin cızdığınız profildən daha mənfiyə doğru bir vəziyyət yaranır. Bəzən də davranışını götürür. Əgər valideyn baxır ki, burada xüsusi uşaq valideynlər də 4 tipə bölünür də bu tərəfdə. Hərəsizliyə bürünənlər, qurban rolu, laşma mərhələ modeli və s. Baxır bu 4 modeldən hansıdır? Fərdi strukturlaşma mərhələ modelində o tip 2, yəni normal, o digərləri normal deyil, qurban roluna bürünən və s. O ikisi yox. Bu normal 2 tipdən biridirsə əgər zamanla digər o azadlıq verilən, normal inkişaf göstəricisi olan uşaq onların davranışını qavraya bilər. Yəni, bəzən olur.
olur ki, daha yaxşı bir. Yenə də burada valideyn tipi öz rolunu oynayır ki, valideyn burada xüsusi orada normal inkişaf göstərisi olan uşağın valideyni kimi ola bilər ki, azad tipdir, amma xüsusi uşağın valideyni kimi qurban roluna bürünməyib, mərhələ modelini göstərir ya da fərdi strukturlaşma, yəni normal iki tipdir. O iki tipdən birinin davranışları normal olduğu üçün, uşaq da gördüyünü götürdüyü üçün bir çıxıcı var yəni. Biraz iş. Burada əslində, yəni ciddi bir, yəni qeyd edə bilərik ki, dövrümüzdə permisiv valideyn tərzi demək olar ki, çoxdur. Bugünü bugün, demək olar ki, düzdür, avtoritarlar rast gəlmə olar müəyyən qədər, amma permisivlər daha çoxdur. Bizdə sağlıqlı valideyn tərzinə də biz daha çox rast gələ bilirik və ona biz toxunacağıq. Amma bu permisivdə, məsələn, belə bir məsələ problemlərlə mən qeyd edim ki, üzləşərik ki, məsələn, bağçalarda olsun və s. Valideyn qəbul etmir, digər valideynlik tərzinə ki, uşaqlar qazanacaqlar. Amma təqlid qoyulmaq üçün, təqlid edilə bilməsi üçün mütləq şəkildə bu uşaqlara da zamanında, anında, yəni burada anında bir müdaxilədən söhbət gedir ki, anında bir, demək ki, müdaxilə qoyulsun, bir qaydalar qoyulsun, bir sənədlər qoyulsun, mütləq şəkildə bir təzyiqli bir vəziyyət olunsun. Məsəl üçün, biz nəyə rast gələ bilir? Məsələn, uşaq parkında uşaq məsələn gəlincəyə götürür. Deyir ki, mən burada gəlincəklə başlayacağım və növbə artıq gözləyə bilmir. Digərlərinə ötürməyi artıq onu müəyyən, çünki burada bir vaxt məhdudiyyəti var və o istifadə edib digərlərini də ötürmədir və s. Valideyn bunu dəstəkləyir bu davranışı. Problemin özü burada yaranır. Deyir ki, yox, mən bunu istəyirəm. Valideyn deyir ki, bəli, o birinci gəlibdir və məsəl üçün gəlincəkdən istifadə edəcək. Və bu artıq elmi deyilən, bəli. Elə ən böyük problemi daim yoxu deyən uşaqlar, yoxuna limit qoyulmayan uşaqlar başqasının yoxunu eşitməyə hövsələsi çatmır. Və bu çünki bir kollektivdə necə olur? Çünki uşağın ən böyük eşitliyi, təsir etdiyi onun valideynin özüdür və valideyn də bunu dəstəklədiyi halda o elə uçuncaqda, yəni gələcəkdə 20 dəqiqə, 30 dəqiqə, 40 dəqiqə elə yəni istifadə edəcək və digərlərinə artıq bunu yol verməyəcək. Yəni bu artıq orada güclənir və uşaq orada onun doğru olduğunu bilir ki, bu mənim haqqımdır və s. Amma normalda, reallıqda artıq bu uşaq reallığa hazırlamaq lazımdır. Bizim məqsədimiz budur. Reallıqla uzlaşmalıdır və bu qədər azad ruhlu, yəni azadlıq o demək deyil ki, hər istədiyi şey eləyəsə, amma istəmədiyin bir şeyi etmə məcburiyyətdə qalmamaqdır əslində azadlıq. Və burada problem özü də burada yaşanır və yaxud da ki, növbə anlayışında olsun, mən indi belə etmək istəyirəm. Və sən biz bunu nə ilə rastlaşırıq? Məktəbə qədər hazırlıqda, məktəblərdə uşaq istəmir. Məsəl üçün, hazırlığını görmək istəmir, lövhəyə çıxmaq istəmir və s. Çünki uşaq istəmir. Artıq bu bəzən bunu nə ilə demək ki, qarışdırılır? Valideyn qeyd edir ki, mənim övladım özgüvənlidir, çünki qarşı çıxır. Özgüvən qarşı çıxmaq deyil, məsələn. Özgüvən bacarıqlarına güvənməkdir. Doğru yolda istifadə etdiyi və əldə etdiyi bacarıqlarının malik olduğu bacarıqlarına güvənməkdir əslində. Və uşağın müəlliməyə qarşı və yaxud da ki, hər hansısa bir şəxslərə qarşı etdiyi çıxışlar, sərt çıxışlar cəsarətli davranışlar deyil və cəsarət deyil, nə də ki, bu özgüvənli bir profili də yaratmır. Məsələn, burada bir qarşıdurmalar yaşanır. Adətində valideynlər buna fəxr edirlər ki, yəni bu yaşın az olmasına baxmayaraq özünü ifadə edə bilir. Bu özünü ifadə etmə tərzi çox sərt və yanlış bir tərz əslində və bunu vaxtında, yəni çünki uşaq qaydaları bilmədikdə, onlara adaptasiya, çünki qaydaları biz birbaşa əməl etmirik ki, biz buna adaptasiya oluruq, biz bunu praqmatik olaraq anlayırıq, dərk edirik, özümüzə uyğunlaşdırırıq və bunu nə üçün etməli, bu zaman alan bir şeydir və gecikmiş hallarda artıq bu uşağın akademik bacarığına, peşə fəaliyyətinə gətirib çıxara bilir. Məsələn, indi hal-hazırda son dönəmlərdə trend olmuş belə bir reys var idi. Z uşağının
demək ki, fərdlərin işlərdə xırda bir problem olduğu halda artıq işləri tərk edirlər və s. Bu ümumiyyətlə reallığa əks etdirən bir profildir. Artıq dözümsüzlük yaranır, tolerə edə bilməmək yaranır. Daha sonra problem həll edən bacarıqların çox aşağı olur. Yəni bu əslində ciddi bir məsələdir. Və mən keçmək istədim üçüncü bizim profilimizə və günü bu gündə çox bizim gördüyümüz, bəzən də məcbur qaldığımız yaranmış bir valideynlik tərzidir ki, bu səhvənkar valideynlik tərzidir. Səhvənkar valideynlik tərzi digərlərindən fərqli olaraq fiziki və yaxud da ki, emosional yoxluğudur əslində. Ən çox da fiziki. Valideyn öz birinci dərəcəli rolundan uzaqlaşır, hətta üçüncü, dördüncü demək ki, dərəcəli rola yaxın ailə üzərinə qədər çevrilə bilir. Məsəl üçün, ana-ata olmaq yerində, məsələn, nənə-baba kimi davranır və yaxud da ki, dayı kimi davranır. Valideynləri biz görə bilərik ki, bəzən hal-hazırda günümüzün ekonomik səbəblər ola bilər, müəyyən bir səbəblər ola bilər. İnsanların həm də valideynlərin də məsuliyyətinin artması səbəbləri ilə daha çox işə, daha çox peşə fəaliyyətinə məşğul olur və s. Yetəri qədər ailədə uşaqlarla zaman keçirilmir. Bəzən də valideynlər bunu əllərində bayraq tuturlar ki, yəni mən işləməsəm, övladımın ehtiyacını ödəyə bilməyəcəm. Hansı ki, o ehtiyacı geyim ehtiyacıdır, qida ehtiyacıdır. Ancaq bir şey unudulur ki, bunlar həmişə bir valideynlərin bir məsuliyyəti var, əslində bir neçə məsuliyyəti var. Fiziki, bioloji ehtiyacların ödənilməsi, eyni zamanda sevgi ehtiyacının ödənilməsi, eyni zamanda təhsil ehtiyacının ödənilməsi, təhlükəsizlik ehtiyacının ödənilməsi və bunların bu ehtiyacların hamısı ödənilməlidir. Bu ehtiyaclardan birinin əksikliyi, bu o demək onu göstərir ki, valideynlər artıq öz məsuliyyətli vəzifələrdən məsuliyyətli yanaşmırlar. Artıq biz görürük ki, bu ehtiyaclar yavaş-yavaş itirilir. Məsələn, təhsil ehtiyacı. Təhsil ehtiyacı nədir? Məsələn, birinci siniflərdə, ikinci siniflərdə biz nəyə görürük? Dərs hazırlığına valideyn etmək yerinə artıq əlavə şəxslər tutulur, köməkçi şəxslər ki, onlar tərəfindən yerinə getirilir, repetitor olsun və s. və ilaxırında bu repetitor əslində professional bir hazırlıqdır. Ancaq məsələn biz əvvəllər analitikdə valideyn öz məşğulluğunda tapşırıqların yoxlanılması və s. Ancaq qeyd edə bilirəm ki, günümüz artıq tapşırıqlarını yoxlayan, dərslərdə iştirak edən, məktəblərə gedən, dərslərdə oturan və s. valideyn profilləri demək olar ki, yoxdur. Demək olar ki, yoxdur. Hətta evdə xanımlar belə və ya da atalar ümumiyyətlə tamamilə uzaqdır. Biz burada cinslərə görə incitməyəcək və qeyd edə bilərəm ki, ataların çoxlarının təhsil sistemində qeyd edə bilərəm ki, birbaşa kənardan durub izləyicilərdə və nəticə gözləyən şəxslərdən biri kimi görülür. Ancaq yəni, bu ehtiyaclardan biri olur və yaxud da ki, fizikli yox olan bir şəxs emosional ehtiyac edə bilməz. Yəni, fizikən yoxdur, yəni, uşağın yanında yoxdur, işdədir və yaxud da başqa bir turistik səyahətdədir və s. Hal-hazırda uşağın olmalı ehtiyacını artıq ödəyə bilmir. Amma bu ailədən böyüyən profildə olan uşaqlar nələr biz, nələr müşahidə edirik? Digərlərindən fərqli olaraq ciddi bir təsirləri var ki, artıq diaqnoz alan uşaqlardır bu uşaqlar və günümüzdə demək olar ki, çoxdur. Səbəbi bilinməyən inkişaf ləngimələri olsun, nitq problemləri olsun, uyaran əksikliyi olsun, pedaqoji baxımsızlıq və s. bu kimi diaqnozlar olan və birbaşa uşağın sinir inkişaf problemi yaşadan bir mənzərədir. Və bu da nədən yaranır? Valideyn işlə məşğul olmalıdır və televizor açıq uşağa təqdim olunur və artıq 3 yaşında artıq uşağın saatlarla ekran məruziyətinə demək ki, olur ki, məruz qalır ki, bu artıq ciddi bir inkişaf problemləri görülən bir uşaq profili yaradır əslində. Və mən istəyirəm ki, Nailə xanım burada bir əsas vurğulamalarını eləsin. Həmin ailəyə, siz bayaq dediniz ki, nəticə nə olur da? Hələ bilə hansı uşaqlar? Nəticə olaraq pedaqoji baxımsızlıq çox rast gəlinir. Bəzən müraciətlərdə ananın verməyi, yəni keçmişdə əslində ananın verməli olduğu şeylərdir. Məsələn, axşam nağıl danışarkən, yerinə uzadarkən verilməli olduğu şeylər var ki, çox sadə şeylərdir və bu 1 saat, 2 saat ərzində deyil, illər uzunu, gündə 1 qram verilərək
bundan böyüməlidir. Və bu illər uzunu verilmədikdə nəticədə bu pedaqoji baxımsızlıq ortaya çıxır. Bura xüsusi uşaq əlavə elədik belə bir ailəyə, bu valideyn tipinə, övladlar arasına ya davamlı kədər modeli seçirlər, davamlı kədər modeli. Sanki bu xəbəri övladlarının diaqnozunu bugün öyrəniblər. Bu 1 ya da 2% ola bilər. Bu 1 və 2%. Qalan 98% sırf burada çarəsizlik, gücsüzlük modeli, yəni qurban modelinə bürünmək. Bu nədir? O tip valideynlər övladı ilə bağlı yaxşı xəbər deyilsə belə, övladı ilə bağlı çıxış yolları, vəziyyəti yüngülləşdirmək üçün variantlar, şanslar, təklif olsa belə, o tip valideyn onu qəbul eləmir. Çünki onun situasiyadan çıxma variantı budur. Çıxma bu cür çıxır situasiyalardan. Yəni burada əlilliyi olan övlad, xüsusi qayğıya ehtiyacı olan övlad məsələsi deyil. Ümumiyyətlə situasiyaya baxışı budur. Situasiya qabiliyyəti budur. Başına gələn hər bir şeyə qarşı belə davranır. Necə ki, valideyn olduqda bayaq sizin təşkil elədiyiniz məsələdir insan olaraq. Həmçinin övlad da oraya əlavə olunduqda qurban modelini seçir. Yəni, şanslardan yararlanır. Və bu xüsusi uşaqlı valideynlərdən 4 tip ki, valideyn var. Ən uşaqlar bu qurban modelinə verilən valideynlərin uşaqlarıdır. Ki, o uşaqlar heç bir halda köməkdən yararlana bilmirlər. Valideynlərin ayaqlarında olan heç bir köməkdən yararlana bilmirlər. Çünki valideyn onu qəbullanıb, biraz zəhmət çəkib, yəni o qurban rolundan çıxıb, situasiya necə çıxmalıyam, situasiyanı necə idarə eləməliyəm, ən azından vəziyyəti necə yaxşılaşdırmalıyam. Ola bilər ki, otizm diaqnozu, sağalma, düzəlmə kimi deyilən bir şey yoxdur, yaxşılaşma var. Ən azından yaxşılaşması üçün, uşağın vəziyyətinin yaxşılaşması üçün, həyati keyfiyyətinin yüksəlməsi üçün, övladlarımın həyatından daha az təsir üçün nələr eləyə bilərəm sualı onu bloklayır. Həqiqətən də, çünki bu səhlükar valideynlik, təsəvvür edin ki, bəzən valideyn biz konsultasiyamızda da görürük və valideyn özünü necə deyim, qorunması üçün məsələn qeyd edirik ki, yəni məsəl üçün müəyyən bir vəzifəyə, məsələn həkiməm, pasientlər çoxdur, iş yükümlülüyü çoxdur, müəyyən şeylər hazırlanmalıdır, və yaxud da ki, pedaqoqdur və yaxud da ki, universitetlərdə və s. hər hansı bir təhsil üzrə fəaliyyət göstərir, iş yükümlülüyü çoxdur və s. və uşağımın qayğısı ya dayı qalır və yaxud da ki, öz anama vermişəm, yəni nənə baba qalır. Təsəvvür edin, belə bir vəziyyətdə ananın rolu tamamilə baş fərqlidir. Uşağa baxım verilməsi, onlara ehtiyacının ödənilməsidir. Dayıya baxım verə bilər, yəni qidalanması edə bilər, onun təhlükəsizliyini qoruya bilər, uşağın təmizliyini, gigiyenik bir ehtiyaclarını ödəyə bilər. Ancaq digər, özü məxsus sevgi də verə bilər. Amma bir valideyninə qarşı, uşağın öz valideyninə qarşı olan sevgi və yaxud da ki, güvən olsun və yaxud da ki, emosional ehtiyacı olsun, dayı bunu ödəyə bilməz. Zaten nənə baba da bunu ödəyə bilməz. Çünki çox yetərsizdir. Onlar artıq ikinci, üçüncü dərəcəli qohumlardır. Yəni, nənə baba uşaq üçün. Birinci dərəcəli olan şəxslər onların anası, atasıdır. Yəni, burada da fərq yoxdur ki, birinci ana gələn sonra ata deyil. İkisi də ana atada eyni hüquqludur və məhrum qaldığı halda uşaq artıq bir güvənsizlik burada formalaşır ətrafa qarşı. Çünki səhlakar və tərk edilmiş bir duyğusu da var. İtirmə qorxusu da var. Və belə bir profildə böyüyən uşaq təsəvvür edin ki, bir məktəbə və yaxud da itirməmək üçün və insanlara aidlik bir hissini özündə formalaşdıra bilməsi üçün ən çox bullyingə məruz qalan uşaqlar bunu ola bilər. Hər şeyə razı olurlar. Ən çox, çünki zəif bir modeldir, özgüvənsiz bir modeldir, səhlakar valideynlik tərzində. Ən çox da bullyingə istiqamət olur və hər kəsin dediyi hər şeyi də edə bilər. Çünki o uşağın bir sevilmək və aidlik istəyi var, ehtiyacı var ki, yetərincə lazımi bir profildən artıq bu olunmur və ətrafa qarşı bu şəkildə davranışlar göstərə bilir ki, və bu ciddi
ciddi bir problemlərdir, ciddi bir məsələlərdir. Və demək olar ki, uşağın digər məsələləri ilə bağlı yaxından da maraqlandırılmadığı üçün, məsələn, bullyingin də müddəti də uzana bilər. Və bu xüsusi ehtiyacı olan bir uşaq olduğu halda, bəzən özünü daha yaxşı, necə deyim, ifadə etmək bacarığını formalaşdıra bilməyən bir uşaq üçün daha çox, məsələn, günümüzdə də var ki, məktəblərdə təcavüzlər, yəni hallanmamış o demək deyil ki, yoxdur. Ola bilər və adətən də özü ifadə edə bilməyən, yəni zəif ifadə edə bilən şəxslər seçilir. Yəni bu ümumiyyətlə məktəblər deyil, ümumiyyətlə cəmiyyətdə müxtəlif bir və eyni zamanda fiziki zorakılıqlarla qeyd edə bilərəm ki, necə olur? Əsasən də özü ifadə edə bilməyən tərzdə bir şəxslər seçilir və onunla yaxından maraqlanmayan bir şəxslər, valideyn yanaşı ola bilmədiyi üçün, yəni onu maraqlandıra bilmədiyi üçün, fiziki də yoxluq olduğu üçün bu proseslər dayanıb uzana bilir. Belə kimi, belə bir problemlər də yaşanır əslində. Adətən biz bunları təhsil məsuliyyətin çoxluğu və ya ki, peşə fəaliyyətin ağırlığı deyil, istəksiz və plansız hamiləlikdən doğulan, sevgidən məhrum olmuş uşaqları biz buna aid edə bilərik. Bizim ən çox hal-hazırda daha çox dəstəklədiyimiz başqa bir valideynlik tərzimiz var ki, bunlar demokratik valideynlik tərzidir. Demokratik valideynlik tərzi ən çox, demək ki, avtoritarla permissivin birləşməsindən yaranır. Yəni, bir-birini ikisindən də götürürlər. Çünki avtoritarda valideyn danışan idi, permissivdə də uşaq danışan idi. Amma burada danışan hər iki tərəfdir, dinlən də hər iki tərəfdir, sağlam limitlər qoyulur, bir-birlərini eşidilir, bir-birlərini dinlənilir, haqlı olan tərəf var, haqsız olan tərəf var, üzr istəməyi bilən, empatiya qurmağı bilən, mən dilimi əsasən də dilini daha yaxşı doğru formada formalaşdıra bilən. Adətən avtoritar nədir? Mən doğru deyirəm, sən yanlış edirsən. Amma burada biz sözlüyü daha çox istifadə olunur əslində. Yəni, biz belə edə bilərik. Mən düşünürəm ki, bizim üçün bu daha doğru ola bilər. Mənlə başlayıb bizlə bitən və sən dilinin məhdudlaşdırıldığı bir, demək ki, valideynlik tərzindən aslında söhbət gedir. Bu profildə böyüyən uşaq nədir? Sevgi, qayğı, təhlükəsizlik, qoruma, ehtiyacları ödənilmiş bir uşaqdır və uşaq daha doğru formada formalaşdığı üçün bacarıqlarını da lazım. Həm böyüməsi, həm də inkişafı normal formada getdiyi üçün bacarıqlarını daha yaxşı formalaşdıra bilir və özgüvənli, özünə güvənən, bacarıqlarına güvənən bir profil keçir əslində. Qayğıkeş, empatik və bacarıqlı, kreativ, özgüvənli, özü yaxşı ifadə edə bilən bir uşaq profildə yaradır ki, hamının əslində hissəyi belədir. Hamı özgüvənli, özü yaxşı ifadə edən bilən bir uşaq profili çizmək istəyir, yəni yetişdirmək istəyir. Amma təəssüf ki, nə avtoritarda, nə də ki, permissivdə. Ümumiyyətlə, səfankar valideynlik tərzində isə qətiyyən, demək ki, biz belə bir profil çizə bilərik. İndi gəlin, bu əslində belə bir sual da var əslində. Məsələn, biz valideynlik tərzini, ümumiyyətlə, danışmamızda, valideynlik tərzinin üzə çıxarılması üçün apardığımız konsultasiyalarda bəzən valideynlərin əlində tutduğu belə bir hədəf də ola bilər, belə bir səbəb də ola bilər ki, istədiyi oyuncaqları almışıq, hər şey eləmişik və ya ki, bizim maliyyətimiz bunu dəstəkləmir. Təsəvvür edin, bizim danışdıqlarımız gibi məsələlər əslində hər hansı bir maddiyyat tələb edə bilən məsələlər deyil. Sıfır, yəni manatlığı, yəni sıfır, yəni bunun qiyməti yoxdur. Bunun bir valideynlik tərəfi bir bacarıqdır əslində, bacarıqların formalaşmasıdır. Sağlam bacarıqların formalaşması nəticəsində yerinə getirilir və bu hər hansısa bir qiymətə bağlı olan bir məsələ deyil, zamanı olan bir məsələ də deyil. Bu istəklə, bilgi ilə olan bir şeydir. Şuurlu valideynlikdir əslində, şuurlu, bir öyrənilmiş, inandırılmış, yəni avtoritar valideyn tərzindən böyüyən bunu öyrənir və bunu tətbiq edirsə, bu şuursuzdur. Çünki şuursuz bir valideynlikdir tərzini özündə xilas edir. Çünki öz uşaqlığından zaten xoşlanmır, yəni razı deyil, amma öz övladlarından da, öz mühitinə də eyni bir tərzi, valideynlik tərzini yaşanır. Və ya da ki, permissiv də. Çünki bir valideyn olaraq da uşağın gələcəyini fikirləşəndə artıq bilməlidir ki, bu dünyada yaşadığımız yerdə bir qayda var, bir qanun var.
bu uşaq böyüdüyü zaman anlayacaq tərzində deyil. İndi hamısı da öyrənmədə adaptasiya olmalıdır. Müəyyən bir məsələləri bəli, hər yaşda öyrənmək mümkündür. Bəzən öyrəndiyimiz yaşın da çətinliyi də var, yəni bunun qavranması, onun adaptasiya olması. Ona görə də daha çox şuurlu bir valideynlik gəlib bizim demokratik valideynlik tərzinə gətirib çıxara bilər. Bu istiqamətdə biz bacarıq əldə edə bilərik və s. İndi mən Nailə xanıma bir çıxış vermək istəyərdim ki, Nailə xanım burada xüsusi ailələrdə demokratik valideynlik tərzini necə formalaşdıra bilərik, necə özünü göstərir? Bu demokratik təsvir elədiyimiz vəziyyət fərdi strukturlaşma modeli. Yəni bu sahədə 10.000-də bir rast gələn bir valideynlik tipidir. Necə olur? Deməli, siz deyirsiniz ki, məsələn, bir dəqiqə, çıx. Buyurun. Xahiş edirəm. Səsini düşür canlı yayından. Yox, çıx, xahiş edirəm, çıx. Aha. Deməli, niyyət məsələsidir. Əvvəlcədən öyrədilmiş bir şeylər. Normal inkişaf qrafiki ilə böyüyən uşaqlarda məsələn, hardasa yenə əvvəldən öyrədilmiş bir şeylər bəlkə işə yarayır, o da nəticəsini siz bayaqdan təsvir edirsiniz. Amma xüsusi övlad dünyaya gəldikdə əvvəlcədən öyrədilmiş heç bir şey işə yaramır. Burada sadəcə niyyətli olmaq və indidən sonra biz nə eləyəcəyik, doğru olan nədir sualını verərək hərəkət eləməkdir. Yəni sadəcə budur. Və buna da insan niyyətli olmalıdır ki, mən necə davranmalıyam ki, həm xüsusi qayğıya ehtiyacı olan övladıma qayğı verə bilim, ona qayğı verərkən də ailədə digər övlad varsa, o da qayğıdan kənarda qalmasın. Sadəcə sual verir, heç bir arxa nəsildən gələn öyrədilmiş yanlışlar, nə bilim, el gözü, o nə deyər, bu nə deyər, o birisi nə deyər, uşağım ondan geri qalmasın, bundan irəli düşsün kimi bir düşüncələri kənara buraxır. Sadəcə məntiqlə, heç bir emosiyaya qapılmadan hər iki övladı üçün, 3 övlad varsa, bütün övladları üçün doğru olan nədirsə və uyğun şərtlər daxilində, çünki öz enerjisini, vaxtını, maddi və mənəvi imkanlarını da nəzərə alaraq, o şərtlərə daxil eləyərək uyğun bir plan qurur. Vaxt itirmədən fərdi strukturlaşma adından da bilindiyi kimi. Öyrədilmiş bir şeylər burada qətiyyən işə yaramır. Fərdi strukturlaşma tam olaraq ora uyğun gəlir. Əslində, yəni bu ona bağlıdır ki, yəni təcrübə əslində. Əslində valideynlik də belədir. Yəni biz deməzdim, Aynur xanım, burada təcrübə deməzdim. Mən o insanların, elə insanlara mən kənardan baxmışam ki, başqa sahədə, sferadan asılı olmayaraq, valideynlik olsun, xüsusi övladına olan yanaşma olsun, bunları tamamilə kənara qoymuşam. O insanları iş mühitində hər hansı bir qaynar bir situasiyanın içinə düşdükdə necə davranırlar, qurban roluna bürünən insan necə davranır. Mən həyatın digər sferalarında o insanları müqayisə eləməyə çalışmışam ki, o necə davrandı, bu necə davrandı. Orada belə fərqlidir onların davranışları. Emosiyaya qapılmadan, həyatın digər sferalarında da ətrafı nəzərə almırlar. Nə mənada nəzərə almırlar? El gözü, kim nə deyər, kiməsə görə davranım yox. Məntiqli olan nədir? Hər iki tərəf üçün faydalı olan nədir? Hal-hazırda burada nə olunmalıdır? Bu situasiya daha sakit necə həll oluna bilər? Daha məntiqli necə həll oluna bilər? Bu suallar üzərindən situasiyadan çıxırlar. Bu bir növ situasiyadan çıxma qabiliyyətinin olmasıdır. Bəli, doğrudur. Yəni, o insanlar planlaşdırılmamış valideynlik başlarına gəldikdə belə o vəziyyətdən çıxa bilirlər və həmçinin də xüsusi övlad dünyaya gəldikdə belə ki, onu insan özü planlaşdırmır, orada da vəziyyətdən çıxa bilirlər. Yəni. Mən elə gəlir ki, bu indidən sonra sözünüzü kəsirəm. İndidən sonra daha çox önəm verilməlidir. Məsələn, məktəblərdə akademik mühit olmağa daha çox yön verilir. Amma paralel olaraq
sosial mühit balanslı şəkildə qurulmalıdır və onun fonunda sosial bacarıqlar, hansı ki situasiya həll etmə, situasiyadan çıxma bacarıqları ki, onun fonunda öyrədilməlidir mütləq uşaqlara. Yəni hay valideynliyi öyrədək, hay iş mühitini öyrədək, filan tək yox. Ümumilikdə başında problem hardan qaynaqlanır? Situasiyadan çıxa bilmir. Situasiyadan çıxa bilməyən insana təkcə bir şeyi, bir aləti vermək mümkün deyil. Gedəcək həmin alət ya lazım olacaq, ya lazım olmayacaq o alət ona. Belə. Və həqiqətən də çətin anlarda demək ki, qərar verə bilmə, yəni problemi həll edə bilmə bacarığı hər şeyin başındadır. Ümumiyyətlə, valideynliyin təcrübə baxımından mən nə üçün qeyd edirəm? Təbii ki, heç bir şey təcrübəni biz hazır formada etmirik və müəyyən bir məlumatı əldə edirik və bunun zamanla tətbiq edərək öz üzərimizə uyğunlaşdırırıq və təcrübə müxtəlifliyi də var ki, sizin təcrübəniz və valideynlik təcrübəniz məsəl üçün məndə işə yaraya bilər və yaxud da ki, başqa bir məsələlər. Burada bəzən də müraciətlərdə məsələn belə bir şeylər var ki, biz necə edə bilərik, yəni hansı şəkildə, ümumiyyətlə, sən belə bir bugünlərim danışığımız olmuşdu bir valideynlə və səhvsiz bir valideyn olmaq istəyir və yanlış ifadə etmək istəmir. Təəssüflər olsun ki, belə bir şey mövcud deyil və mütləq ki, biz insanlar, insan faktoru mütləq ki, səhv edəcək və bu gözləniləndir. Valideynlikdə də bu gözləniləndir. Amma əslində biz bunu öncədən biz bunu müdaxilə edə bilərikdirmi və yaxud da ki, bu bizdən asılı qaynaqlanan bir məsələdirmi və bu, okey, səhv olunur, bunu mən necə həll edə bilərəm və yaxud da ki, eyni səhvin təkrar olunulmasızlığı tezliyi mütləq şəkildə bizim nəzərimizdə olmalıdır ki, təkrarlanmasın. Çünki səhv olmadığı halda biz onun səhv cavabını da öyrənə bilməyəcəyik əslində. Özümüzü də formalaşdırıb inteqrasiya edilə bilməyəcəyik və bu bizə daha çox təcrübə qazandırır əslində. Bu günlərim oxuduğumuz kitablar olsun, dinlədiyimiz podcastlar olsun və yaxud da ki, dinlədiyimiz seminarlar, təlimlər olsun. Orada müəyyən bir məlumatlar var, informasiyalar var ki, biz orada özümüzə lazım olan işləri götürməliyik, daha sonra yavaş-yavaş təcrübə etməliyik və eyni zamanda da demokratik valideynlik tərzində də belə, yəni heç kim, yəni bu valideynlik tərzi hər kəsə arzulur, amma heç kim asanlıqla əldə edə bilmir. Çünki valideynin özünün də bir səbirli olması, tarazlıqlı olması, balansı qoruya bilməsi, səhvlərini özünü daha yaxşı analiz edə bilməsi, eyni zamanda qarşı tərəfdə də, yəni ana-ata arasında bir uyumlu olmasından söhbət gedir, yəni o məsələlərdə. Amma o demək deyil ki, demokratik valideynlik göstərən bir ailədən ümumi götürsək problem yoxdur. Uşaqlara daha çox ekrana baxmaq istəmək kimi istəyə olmayacaq. Təbii ki, bunlar olacaq. Təbii ki, yeni istəklər orada formalaşacaq. Amma bunu daha yaxşı, doğru formada model olmaq lazımdır. Burada modellikdən söhbət gedir. Çünki biz valideynlik deyəndə yalnız ana-atadan danışmırıq. Ana-ata arasında olan münasibətdən də danışırıq. Məsələn, bayaq ki, bir məsəl dedik ki, məsələn, əgər uşaq yenə də gələcəkdən və yaxud da ki, sürüşmək istəyirsə, uşaqda demokratik valideynlik tərzini doğru bir müdaxiləsi, uşaq öz növbəsini gözləməyi, digər insanların növbəsini necə də əgər istək halında növbəsini verməsi, yəni bunu formalaşdıra bilər özündə və cəmiyyətin ən çox da qəbul olunan, demək ki, yəni, necə ki, fərdləri əslində bu valideynlik tərzindən böyümüş uşaqlarla sağlam profil olan uşaqlardır. Ümumiyyətlə, yəni biz, yəni uşaq inkişafı deyiləndə, uşağın ümumiyyətlə böyüməsi deyəndə biz çəkisini, boyunu nəzərdə tuturuq. İnkişafı deyəndə onun malik olduğu bir bacarığından danışırıq. Bəzən də burada səhv olunur. Təsəvvür edin ki, o qədər həssas bir məsələdir ki, valideynlik tərzində valideynliyin tutduğu, böyüdüyü rol, göstərdiyi bir profil uşağı formalaşdırır və bunu doğru da formalaşdıra bilər, yanlış da formalaşdıra bilər. Buna görə də daha çox diqqətli olmaq, daha çox diqqətli olmaq, daha çox bilinçli olmaq, daha çox şuurlu olmaq, yanaşmaq daha yaxşıdır biz tərəfdən. Çünki məqsədimiz nədir? Sağlam bir fərdi yetişdirmək, cəmiyyətə təqdim eləmək və həmin fərddə bu xüsusi uşaq ola bilər, tipik uşaq da ola bilər, fərqi yoxdur. Xaricdən dəstəyi azalsın və müstəqil ola bilsin. Seçimlərində, həyat tərzində, təhlükəsizlik baxımından və istədiyi bir həyatı formalaşdıra bilməsi üçün ümumiyyətlə ciddi bir məsələdir. Ümumiyyətlə, valideynlik tərzini geniş bir mövzunu əhatə edir və burada hər hansısa bir məhdud saat
çərçivəsində bunu müzakirə etmək də yəni çətindir əslində. Sadəcə biz giriş üçün ümumi olaraq ümumi profillərdən belə bir istədim ki, mövzunu müzakirə edəyim. Və düşünürəm ki, biz hardasa bir 47 dəqiqədir ki, müzakirə danışmışıq bu istiqamətdə və mən istərdim ki, siz də son olaraq yəni fikirlərinizi, şərtlərinizi qatasınız və biz bu müzakirəni bitirək. Vaxt qıtlığını nəzərə alıb mən çox qısa girişlər elədim. Çünki bu valideynlik tiplərinin qarşılaşdırılması, müqayisə olunması, hansı vəziyyətdə necə olur, bu tip valideynin xüsusi övladı olarsa, digər övlad hansı zərərləri görə bilər deyə çox genişdir. Və vaxt baxımından Aynur xanım əvvəlcədən demişdi ki, biz bu qədər vaxt çıxış edəcəyik və çalışaq ki, orası sığdıraq. Mümkün qədər qısaldıb nəsə deməyə çalışdım. Mən elə gəlir ki, yenidən barədə nəsə danışarıq. İnşallah və dəfələrdə olsun, seminarlarda olsun ki, təşkil edərik canlı formada. Çünki bunun fəsadları varsa, fəsadları hansı şəkildə biz müdaxilə edərək, hansı fəsadları biz müdaxilə edə bilərik və yaxud da ki, nə ilə müdaxilə edə bilərik. Çünki bu istiqamətdə fəaliyyətimiz var, terapiyalar var, ailə terapiyaları, ailə oyun terapiyaları və s. Bəli. Əlbəttə ki, müdaxilə metod, uşaq həmişə ümumiyyətlə hər yaş dövründə uşağa müdaxilə eləmək mümkündür. Yəni bu terapiyalar haqqında informasiyalar vermək olar, hansı ki, valideynin özü bir mütəxəssis rolundan da çıxış edə bilər və sağlam bir profil yarada bilməsi üçün gələcək zamanlarda bu istiqamətdə görüşmək ümidi ilə çox sağ olun, təşəkkür edirəm Ayla xanım və bizi izləyənlər. Sağ olun, təşəkkür edirəm. Sağ olun, xoş oldu.